Dini fəlsəfi dünya görüşündə insanın elm və təhsil əldə etməsinin bir neçə səbəbləri vardır. Bu səbəblərin başında sözsüz ki, Allahın razılığını qazanmaq durur. Belə ki, insanın dünyaya gəldiyi gündən etibarən ölənə qədər müəyyən bir zaman yaşayır və bu zaman kəsiyində də müəyyən əməllər edir. Bəzilərini bəzən insanlar özü üçün, bəzilərini cəmiyyət üçün, bəzilərini də Allah üçün edir. Əslində bu yanlış bir fikirdir. Çünki insanın həyatının bütün hissəsi Allahın razılığının qazanması üçün olmalıdır. Ayədə də belə qeyd olunur. Əstəğfirullah billah. İnnə salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin la şərikə ləh. İnsan gərək həyatının bütün hissəsini Allahın razılığını qazanmaq üçün çalışsın. Və bu hissədə də insanın Allahın razılığını qazanmada əsas şərtlərdən biri də təhsil almaqdır. Bu təhsil alması nəticəsində də insanın Allahın razılığını qazana bilər. İkinci məsələ cəmiyyətin inkişafı məsələsidir. Belə ki, insan cəmiyyətdə yaşadığı üçün insanlarla daim əlaqədə olur. Və Ulu Öndərimizin təhsil millətin gələcəyidir ifadəsi də tam yerinə düşür ki, əgər biz millətimizin gələcəyini daha parlaq, daha işıqlı görmək istəyiriksə, oxumalıyıq, təhsil almalıyıq. Heç də təsadüf deyil ki, 12-ci əsrdə yaşamış daha Azərbaycan şairi Nizami Gəncəvinin qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz deməsi də cəmiyyətdə yaşayan insanların qüvvətli olması üçün elmli olmasına işarə verir.